Ailə daxili konfliktlərin kökündə məhz bu problem dayanır, məsuliyyətin paylanmaması. Və bu da zaman keçdikcə tərəflər arasında müxtəlif problemlər yaradır. Əgər söhbət ailədən gedirsə, hər iki tərəfin məsuliyyəti var və hər iki tərəf bu məsuliyyəti, belə deyək, daşımalıdır. Bəzən görürük ki, ailədə tərəflərdən biri məsuliyyəti özlərinə götürür və nəticədə qarşı tərəf rahat olur və zaman keçdikcə biz görürük ki, ya ailədən uzaqlaşır, ya ailəyə az diqqət göstərir. Yəni, bir insanın böyüklüyü onun götürmüş olduğu məsuliyyətlə ölçülür və ailədə də bu məsuliyyətlər doğru şəkildə bölünməlidir. Yəni, ailədə tərəflər, kişinin məsuliyyəti var, qadının məsuliyyəti var. Bu, öncədən bəlli olsa və hər kəs öz məsuliyyətini daşısa, mən düşünürəm ki, ailə daxili münasibətlərdə də problem olurlar. Ona görə də söhbət ailədən gedirsə, hər iki tərəf ailə məsuliyyətini dərk etməlidir. Hər iki tərəf özlərinə aid olan məsuliyyətləri dəqiq bilməlidirlər və onu həyata keçirmək üçün bir-birinə dəstək olaraq bunu həyata keçirməlidirlər. Yəni, biz günümüzdə texnoloji əsrdə yaşayırıq. Qabaq bu bəlli idi, nə bilim, paltar yumaq, qab yumaq, yemək bişirmək. Biz daha çox bunu qadının məsuliyyəti, qadının görəcəyi iş kimi qəbul edirdik. İndi texnolojidir. Bugün paltar yuyan maşın da var, qab yuyan maşın da var, yemək də hər yerdə var. Bu artıq, belə deyək də, konkret bir nəfərə aid olan bir məsuliyyət kimi götürülmür. Şübhəsiz, yenə də bizim xanımlarımız yemək də bişirirlər, qab da yuyurlar, paltar da yuyurlar. Bunlar bunu edirlər. Ancaq texnoloji tərəflər arasında müəyyən bir bərabərlik yaradıb, ancaq onları məsuliyyətdən azad eləməyib. Bərabərlik ayrı bir şeydir, məsuliyyət ayrı bir şeydir. Yəni, işimiz yüngülləşsə də məsuliyyətdən azad deyilik. Ona görə də tərəflər öz məsuliyyətini anlamalı və hər kəs bunu daşımalıdır. Belə olan halda ailədə də nə olur? Hüzur olur, ailədə ruzu bərəkət olur və harmonik bir ailə modeli yaranır.